قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ. Nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin, əmmə bə'd. Deməli, qardaş soruşur ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin rahatçılığı namazda idi. Lakin biz isə bəzən görürük ki, namazları yola veririk. Yəni bunu necə edək, islah etmək üçün, düzəltmək üçün nə etməliyik? Allah razı olsun, çox gözəl sualdır əslində. Birinci Allahdan həmişə bir problem olanda həmişə Allahdan hidayət, yardım, kömək istəmək lazımdır. Çünki bütün yardımlar, bütün hidayətlər Allah Azə və Cəllənin əlindədir. Təsəvvür, namazın özündə o qədər hidayət var ki, namazın özündə. O hidayətin axırı qutaran şey deyil. Necə ki, İmam Bağavi Rahimullah deyir ki, Əl-hidayət lə tətənəhə alə məzhəbi əhl-i sünnəti vəl-cəmaa. Deyir ki, hidayətlər əhl-i sünnə vəl-cəmanın məzhəbinə görə qutaran deyil. Yəni, o qədər insanın hidayətə ehtiyacı var ki, ona görə İbn Qayyim Rahimullah deyir ki, bir yola yönəlmək bir şeydir, bir hidayət. O yolun içində də hidayətlər tapmaq başqa şeydir. Namaz da elə bir şeydir ki, ibadətdir ki, elə bir böyük ibadətdir ki, o namazın həqiqətən də çoxlu hidayətlərə ehtiyacı var. Ona görə biz Allahdan daima dua edib yardım istəməliyik. Təsəvvür et ki, Allah Azə və Cəllənin təriflədiyi bir qul, necə ki, Nəhl surəsinin axırında Allah Azə və Cəllə İbrahim əleyhissalamdan danışır. İnnə İbrahimə kənə ümmətən qanitən lillah. İbrahim deyir, tək ümmət idi. Qanitən lillah. Deyir, Allaha itaətdə davamiyyətli idi. Qanit nədir? Qanit namazın vəsiflərindən biridir. Həfizu alə salavat və salatul vusta və qumu lillahi qanitin. Görürsən? Namazları qoruyun, xüsusi orta namaza diqqət edin və Allah üçün qanitlər olun. Qanitlər nədir? Namazda xuşu ilə ibadət edənlər. Sahabələr deyir, bu qumu lillahi qanitin ayəsi nazil olandan sonra biz artıq danışmağı kəsdik namazda. Ona kimi, necə Buxar Müslim rəvayətləri var ki, gəlirdilər Peyğəmbər sallallahu əleyhi və səlləm salam verirdilər. Sahabələr Allah Rəsulü deyir, aleykum salam, namazın içində. Cavab qaytarırdı, ehtiyac olunur. Və hətta bu ayə nazil olana qədər, öncə ki, Cəbir radiyallahu anh deyir ki, bir Peyğəmbər sallallahu əleyhi və səlləm məni göndərdi və sonra mən qaydanda Allah Rəsuluna salam verim, salamı olmadı. Qəlbimə elə bir şey düşdü ki, dedim, ya görəsən nə olub yəni? Allah Rəsulü mənim salamını niyə qaytarmadı? Yəni, belə namazda qaytarırdılar. Hətta Allah Azə və Cəllə bu ayəni nazil edən ki, və qumu lillahi qanitin, ondan sonra namazda möhkəm şəkildə xuşulu olmağa başladılar. Deməli, İbrahim əleyhissalam nə olub? Qanitlərdən olub. Ümmətən qanitən lillah. Allah üçün qanit olub, bunu Allah isbat edir. Yəni, həqiqətən gör İbrahimin xuşusu necə olub? Əleyhissalamın. Deməli, və İbrahim əleyhissalam bu duanı edərdi həmişə. Allah Azə və Cəllə ondan nəql edir. Rabbi cəalni muqiməs salati və min zürriyyəti Rabbənə və təqabbel dua. Ey Rəbbim, məni və zürriyyətimi namaz qılanlardan et. Fikir ver, məni və zürriyyətimi namaz. Ona görə insan daima dua etməli, daima dua. Ki, onu namazda Allah da sabit etsin. Onu namaz qılan, həqiqi namaz qılanlardan etsin. Yəni, namazı yola verən yox, namazı qılanlardan etsin həqiqətən. Baxın, necə? Rabbi cəalni, ey Rəbbim, məni namaz qılan et. Namazı həqiqi qılanlardan et. Düzgün şəkildə. Və min zürriyyəti, zürriyyətimi də. Görürsən, Peyğəmbər idi. Amma daima Allahdan istəyir. Çünki Allahdan istəməsən insan, mümkün deyil insan nəsə əldə eləsin. İnsan mümkün deyil, yəni xeyir əldə eləsin. Həmişə, yəni xeyirlər Allahın əlindədir. Ona görə insan daima Allahdan istəməli o xeyirləri. Deməli, birinci Allaha dua etmək. Dua etmək. Ki, yəni Allah məni namazda sabit et, Allah məni namazda et. İkinci, namaz neymətinə görə Allaha şükür etmək. Nə qədər biz namaz neymətinə görə Allaha şükür etmirik, o namazın, Allah qorusun, elə insanlar var, şu namaz yəni gedir də, yəni namaz, görürsən ki, namazı tərk elədi. Getdi namaz ondan. Namaz neyməti qalxır. Niyə? Çünki namaza görə şükür eləməyib. İnsan gəl namazına görə Allah şükür etsin ki, həqiqətən Allah onu namaz qılanlardan edib. Allah hər kəsə namaz ibadətini nəsib eləmir. Namaz qılmaq bütün peyğəmbərlərin yolu olub. Ona görə namaza görə şükür. Hər dəfə namaza gələndə namazı duranda şükür eləməliyik ki, Allahım ya Rabbim, sən məndən öncə asanlaşdırmısan, sən məni namaz qılan etmirsən. Buna görə sənə bu şükür etmək özü də adamı xuşulandırır.
Namazda yəni insana başqa bir ab-hava qatır. Yəni sən bir şeyin yaxşı olduğunu dərk etməsən, sən necə ona yaxşı duracaqsan? Yəni yaxşı olduğunu dərk eləməlisən ki, orada rahat durasan, gözəl durasan, aydınmı? Ona görə insan bir şeyi yaxşı olduğunu, nemət olduğunu bilərsə, ondan daha yaxşı məşğul olar, daha çox məşğul olar. Ona görə namaza şükür etmək. Nəinki namaza bütün haqq yolda olmağına insan. Bax, nə qədər insanlar var bütpərəst. Nə qədər insanlar var inəyə ibadət edir. Gör, Rəbbimiz bizə nə qədər nemət veribsə, bəşəriyyətin ən gözəl dini olan İslam və bu dinin içində ən gözəl, ən doğru yol olan sələf-i salihin yolu. Xurafatdan, bidətdən, şirkdən, küfürdən uzaq duran bir yol. Ona görə nə qədər biz haqq yola şükür etməliyik. Nə qədər. Bu da insana yəni təsir edir namazın. Və üçüncü, ən çox təsir edən şey də odur ki, insanın namazı üçün nəsə çalışması, nəsə addım atması. Bax, misal üçün, bu şey keçən dəfələrin birində də danışmışdıq. Qısa duaları öyrən, qısa dualar. Və çalış səcdələrdə, hətta məsciddə olanda belə. Səcdələrdə o duaları et. Misal üçün, Rabbi cəalni muqiməs salati və zürriyyəti. Rabbənə və təqabbəl dua. Rabbənə həblənə min əzvacina və zürriyyətinə qurrətə əyun və cəalnə lil-muttəqin imam. Bu duanı etmək. Ey Rəbbim bizə zövcələrimizdən və zürriyyətimizdən salihlər bəxş elə və bizi müttəqilərə imam et. Belə dualar. Allahümme inneke afuvun tuhibbul afva fa'fu anni. Allahümme ekfini bihalalike an haramike ve aghnini bifadlike amma siva. Allahümme inne es'alukel huda ve tuqa vel afafa vel ghina. Allahümme inne es'aluke sadada fil amr vel azimete ala rushd. Allahümme inni es'aluke kalben salimen ve lisanen sadiqan. Kısa dualar. Allahümme Rabbena atina fid dunya hasene ve fil ahireti hasene ve qina azab. Allahümme inne es'aluke ilmen nafi'a ve rizqan tayyiba ve amelen mutaqabbala. Nə qədər dualar var. Yəni sən bu dualarla namazları keçirsən, yəni hətta sənə deyim ki, fikirləşə ki, hansı duanı edəcəm indi? Hansı duanı edəcəm? O dua. İnan ki, qıraqdakı səslər sənin yadına düşməyəcək. Uşaq orada nə edir? Kimin səsi gəldi? Telefon çaldı, falan oldu. Heç nə sənin yadına düşməyəcək. Çünki sən ancaq bu dua və sən bil ki, bu dualara bizim nə qədər ehtiyacımız var. Nə qədər biz ona möhtacıq o dualara etməyə. Misal üçün, ən gözəl dualardan biri Rabbi əhsin xuluqi kəmə əhsəntə xəlqi. Rabbi əhsin xuluqi kəmə əhsəntə xəlqi. Nə deməkdir? Əxlaqım gözəl elə, necə ki, xilqətimi gözəl etmirsən. Yəni, bax, insan ən gözəl biçimdə yaranır, baxın. Gözəl biçim varsa, deməli, insan əxlaq da gözəl olmalı, ədəb də gözəl olmalı. Yəni, Allahdan ədəbli olmağı istəmək. Nə qədər ehtiyacımız var? Nə qədər? Allahdan sözlərdə, əməllərdə, hətta Azərbaycanca belə. Yəni, namazları dua ilə keçmək. Bir görsən ki, gecə dura bilmirik. Getdik gecə duaları. O gecə dura bilmiriksə, görsən, bütün günün duası da çıxıb gedir. Gün də dua eləmirsən. Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Tirmizinin, həmçinin İmam Əhmədin rəvayət elədiyi bir hədisdə. Baxın, bizə bir dənə böyük xəzinə verib. Deyir ki, qulun azan iqamə arası rədd olunmayan duası var. Subhanallah. Qulun azan iqamə arası rədd olunmayan duası var. Subhanallah. Yəni, bax, bu dua nə demək? Yəni, insan azan iqamə arası dua edərsə, o dua rədd olunmur. Fikirləsən, azan iqamə arasında ki, ya Rabbi, mən namazında xuşulu olanlardan et. Ya Rabbi, mən çünki Allah'tan deyir, qad əfləhəl müminun əlləzinəhum fi salətihim xaşiun. Möminlər yalnız necət tapıb o kəslər ki, namazında xuşuludurlar. Subhanallah. Deməli, namazda xuşulu olmamaq böyük xəsar, uduzmaqdır. Və həmçinin, keçən dəfə danışmışdıq, yeni surələr öyrənmək, yeni ayələr əzbərləmək və hər dəfə yeni ayələri namazlarda bərkitmək, hifzi bərkitmək. Hansı hissəni öyrəndinsə, həmin gün axşama kimi onu oxu. Gör namazda necə xuşulu olacaqsan. Və həmçinin adamı Qur'anı öyrənməyə yardım edir, Qur'an əzbəri. Misal üçün, hər dəfə bir damca əzbərlədin və şərhinə bax. Görəcəksən, təfsirə baxacaqsan, görəcəksən nə faydalar var. Dəhşət.
İbn Abbas radiyallahu anh deyir ki, mən əradə ən yəcmə ilməl əvvəlin vəl-əxirin fəlyanzur ilə təfsirül Quran. Əgər kim istəsə, əvvəlkilərin və axırıncıların elmini cəm etsin, Quran elmini cəm etsin. Quran elmini cəm etsin. Quranı cəm etsin. Quranda əvvəlkilərin və axırıncıların elmi cəm olub. Təsəvvür edirsən. Ona görə o necə sənə təsir etməyə bilər? Yəni insan ona görə təzə yeni surələr az da olsa 2 ayə öyrən. Az öyrən və oxun. Az öyrən oxu. O sənə görüncə təsir edəcək. Mütləq təsir edəcək. Və yaxşı öyrənməmisən. Yəni öyrənmirsən. Yəni sən ki misal üçün bir cüz öyrənmirsən, cüz yarım öyrənmirsən. Bir cüzün üstündə dayanmısan deyək də. Həmin cüzün təfsirini öyrən. Bravo, bax. Həmin məala bax. Yəni yaxşı olar ki, ərəb dilini bilirsənsə, ərəb dilinə gir oxu. Başa düşməsən dayan üstündə. Yəni elm öyrənmək elə bir şeydir ki, yəni elm öyrənmək üçün yəni birincisi uzun illər lazımdır. İkincisi, yəni elmə müəyyən qədər nail olmaq üçün. İkincisi, elm öyrənmək üçün görəcəksən ki, biri var ad olsun, ad. Biri var dad olsun. Ad ola bilər ki, sənin misal üçün deyəsən, mən filan kitab oxudum, qoydum. Filan kitab oxudum, qoydum. Filan kitab oxudum, qoydum. Sonra sən o kitablardan nəsə istihdar eləmək istəsən, görəcəksən, heç nə yox. Sadəcə elə əliflənmim deyə getmirsən. Başlaşınca, oxuya getmirsən. Amma bir də var ki, sən girirsən, bir ayə sənə ilişir. Sən görəsən, bu ayədə məna nədir? Tez ora qayıdın. Quran oxuya-oxuya tez ayələri girib mənalarına baxmaq. Bu özü ibadətdir, bu özü elm tələbidir. Bu sən təsir edəcək. Namazına təsir etməlisən. Çünki sən Allah akbar deyib Quran oxumursan mı? İnnə lil-muttaqinə məfəzə. Müttəqi vəsfində olan insanlar necə tapacaqlar? Deməli, müttəqi olmaq lazımdır. Həqiqətən müttəqi vəsfi o qədər dəhşətli bir vəsfdir ki, Allah Azza və Cəllə dünya və axirət xoşbəxtçiliyi nəsl vəd edib. Amma yettəqilləh yəcəlləhu məxrəcə. Bizim dünya xoşbəxtçiliyi. Kim Allahdan qorxarsa, hər çətin işdən ona bir çıxış yolu açacaq. Kim Allahdan qorxarsa, hər çətin işdən bir çıxış yolu. Deməli, təqva çıxış yolu insana, çətin işlərdir. Həmişə Allah təala nə deyir? Deyir ki, "Vəsari'u ilə məğfirətun min rabbikum və cennetin arduhəs-semavatu vel-ard uiddat lil-muttaqin." Genişliyi, göylər və enliliyidir, enliliyi. Bax, stolun uzunu var, bir də eni var. Enliliyi göylər və yerlər qədər olan cənnətə tələsin. Deyir, alimə deyir ki, enliliyi o qədərsə ki, uzunluğu nə qədərdir? Deyir, uiddat lil-muttaqin. O özü nə deyir? Vəsari'u, tələsin. Onun üçün çalışsın. Nə deyir? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qoy yarışanlar cənnət üçün yarışsın. Həqiqətən. Yəni insan gərək bax o əməllər bu. Ona görə bu belə olsaq, belə insan bu səbəblərdən yapışsa, inşallah namazda xuşulu ola bilər. Amma namaz yəni təsir edir. Həmçinin bax namazda xuşuya kömək edən amillərdən biri yəni Allahın sevgisini qazanan amilləri aparan yolları axtarmaqdır. Keçən dəfə biz dərslərin birində danışdıq bu barədə. İbn Qayyimin deməli 10 dənə faydası var idi. Deməli onu indi oxuyacağam inşallah. Bax. İbn Qayyim rahimehullah 10 dənə Allahın sevgisini qazandıran əməllər gətirir. Tez oxuyaq onları. Çox faydalıdır yəni bunlar. Yəni belə bunlar var, bax bu faydaları insan götürsə, Allahın sevgisini aparan yollar. Görürsən ki, mütləq yəni nəsə əldə edə bilirsən də, yəni Allahın izni ilə. Birincisi odur ki, Allahın sevgisini qazandıran məhəbbətu mən yuhibbuhullah. İbn qardaş. Deyir ki, Allahın sevdiyi şeyləri sevmək. Allahın sevdiyi şeyləri sevmək. Deyir ki, fə innə mən əhəbbəllaha əhəbbəəhu fihi deyir, o valəhum. Deyir ki, əgər kim Allah'a sevərsə, Allahın sevdiklərini də sevər. Və Allahın yəni dostlarını da sevər. Deyir ki, və abğad a'da'ahu, onun düşmənlərinə nifrət edər. Və adahum, və onlarla düşmənçilik edər. Deyir ki, və a'zamu mən tecibu məhəbbətuhum fillah, deyir ki, Allah üçün ən çox sevilməyə layiq olan
yəni ən çox sevilməsi vacib olan ənbiyauhu və rusuluh. Peyğəmbərləri və rasullarıdır. Deməli, rasulları sevmək. Rasulları sevmək insana Allahın sevgisini qazandırır. Fikir versən, sən hansısa peyğəmbərin adı gələndə sevinirsən. İbrahim peyğəmbər adı gələ sevinirsən. Sən sevirsən axı İbrahim peyğəmbər. Nuh peyğəmbər adı gələ sevinirsən. Lut peyğəmbər adı gələ sevinirsən. Yaqub peyğəmbər, digər peyğəmbərlər. Bu Allahı sevməkdir. Subhanallah. Ulaikellezine hedahumullah fe bihudahum muqtadi. Onlar Allahın hidayət etdiyi kəslər, sən də onların yolu ilə get. Deyir ki, hansı ki deyir Allah azza və cəllə onların deyir bütün məxluqata onlara tabe olmağı əmr edib. Yəni peyğəmbərlərə. Deyir ki, və ca'ala mutaba'atahu alamatan lis-sihhati muhabbatihi. Və onlara tabe olmağı onu Allahı sevməyin səhih əlaməti olaraq nə edib? Allah Taala bizə bildirib, edib. Necə ki Allah Taala buyurur, deyir ki: "Qul in kuntum tuhibbunallaha fattabi'un. Yuhibbukumullahu və yaghfir lakum zunubakum." Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun, Muhammed peyğəmbər. Deməli, əgər insan Allahı sevirsə, Muhammed peyğəmbərə tabe olmalı sallallahu əleyhi və səlləm. İkinci, Allahın sevdiyi əməlləri sevmək. Yəni bu insanı Allahın məhəbbətinə çatdırır. Yəni burada da deyir, işarə var. Ənə dərəcətəl məhəbbəti lillah Teala innəmə tunalu bi taatihi. Allahın məhəbbətinə yetişmək dərəcəsi ona itaətlə əldə olunur. Yəni onun sevdiyi şeyləri əməl etməklə, bi fi'li mə yuhibbuhu. Allahın sevdiyi şeyləri əməl etməklə. Və həmçinin qulun Allahın əmrlərinə və qadağalarına əməl etməsi ilə, yəni qadağalardan çəkinməsi ilə. Necə ki, hədisdə gəlib ki, İmam Buxarinin hədisində "Mə təqarrəbə iləyə abdi bi şeyin əhəbbə iləyə mimmə ftaradtuhu aleyh." ki, qulumun mənə, yəni mənim ən sevdiyim əməl qulumun mənə fərzlə yaxınlaşmasıdır. ki, "Və mə yəzəl abdi təqarrəbə iləyə bin nəvafil həttə uhibbəhu." Qulum mənə nafilə ibadətlərlə yaxınlaşarsa, mən onu sevərəm. Nafilə ibadətlər, yəni Allahın sevgisini qazandırır. Deməli, burada gətiririk ki, bunlar yəni 10 dənədir. Birincisi, yəni məhəbbəti, Allahın məhəbbətini qazandıran, deməli, Quran qiraəti. Quranı tədəbbürlə, fəhm edərək oxumaqdır. İkinci, ət-təqarrub iləyə bin nəvafil. Allaha nafilələrlə yaxınlaşmaqdır. Üçüncü, Allaha davamiyyətli zikr etməkdir. Hər halda. İkinci, nafilələrlə. Üçüncü, Allaha davamiyyətli zikr etməkdir. Bütün hallarda. Dillə, qəlblə, əməllə, halla insanın Allaha zikr etməsi. Deyir ki, fənasibuhu minəl məhəbbəti alə qadri nasibuhu min həzə zikr. Deyir ki, qul Allahı nə qədər zikr edirsə, bilsin ki, Allahı sevgisi də o qədərdir özündə. Bu Quran qiraətində də var. Sələflər həmişə deyərdilər ki, Allahı sevdiyini nə qədər bilmək istəsənsə, bax deyir, Quran qiraəti var. Gün ərzində nə qədər Quran qiraət edirsənsə, Allahı o qədər sevirsən deyir. Yəni, qalan şeylər səni alladır. Qalan şeylər yəni səni alladır deyir. Yəni, sən deyə bilərsən, Allahı sevirəm, amma Quran qiraəti yoxdur. Yəni, hansı sevgidən söhbət gedə bilər? İsar-ı məhəbbə bu dördüncü çox möhtəşəmdir. İsar-ı məhəbbihi alə məhəbbikə ində qələbətil hava. Deyir ki, Allahın sevdiyi şeyləri sən öz sevdiyin şeylərdən önə çəkmək. Baxın, ində qələbətil hava. Deyir ki, hava qarşanda. Yəni, sən necə? Tutaq ki, bax, belə deyək də. Nəfsin bir şey istəmir, amma Allah onu istəyir. Ora getmək. Bu, Allahın sevgisini qazandıran şeylərdən biridir. Deyir ki, hətta deyir, ona getmək, hətta deyir, ona getmək çətin olsa belə. Beşinci, deyir, mutalaətul qalbi li əsməihi və sifətihi. Allahın, yəni qəlbin, Allahın isim və sifətlərini tədəbbür etməsi, yəni oxuması o mənadır. Yəni baxması, fikirləşməsi, tədəbbür etməsi. O müşahədətihə və ma'rifətihə və təqallubu fi riyadi həzil ma'rifə meyədinihə. Deyir ki, qəlbi bunun üzərində çalışdırmaqdır. Bu meydanda qəlbi hərəkət elətdirmək. Yəni, sən bilsən neyini? Sən həmişə yol gedəndə Allahın səmi' sifətini
tədəbbür edirsən, ki, Allah məni hər halımda eşidir. Hər halımda görürsə, deməli, mən pis söz danışa bilmərəm. Necə ola bilər ki, mən pis söz danışam, yəni Rəbbim məni görür. Necə ola bilər ki, mən harama baxım, Rəbbim məni görür. Adam Rəbbinin onu görməsi, bax, insan görürsən ki, heç kim yanında olmayanda rahat gözünü nasıl edir. Amma kimsə yanında olanda eləyə bilmir. Ona görə bir hədisdə gəlib ki, siz Allahdan, qövmünüzdə olan salih bir kişidən qorxduğunuz qədər qorxun. Yəni çəkindiyiniz qədər, yəni qorxduğunuz qədər çəkindiyiniz. Yəni sən neysən, yanında bir salih insan olanda heç vaxt sən göz nasıl etməz insan. Heç vaxt. Yəni necə göz nasıl edəcəksən ki, təsəvvür etsən, yanında bir adam var, sənə baxır. Və sən də qadına baxsan, Allah qorusun. Başa düşdün? Həya kimidir? Allahdan elə həya eləmək lazım. Ona görə, bax nə deyir? O həya, əsl həya, necə ki, başı və başda olan şeyləri qorumaqdır. Mən istəhya minallah haqqal həya. Peyğəmbər sallallahu əleyhi və səlləm istəhyu minallahi haqqal həya. Deyir ki, Allahdan haqqı ilə həya edin. Dilə ya Rasulullah, necə yəni haqq həyası ilə həya edək ki, Allahdan? Deyir ki, ennəl istəhya minallah haqqal həya ən təhfaza rəsə və mə va'a. Deyir, Allahdan haqqı ilə həya etmək, başı və başda olan şeyləri qorumaqdır. Gözü, qulağı, dili qorumaqdır. Vəl batnə və mə hava. Bətni və bətnin əhatə etdiyi şeyləri qorumaq. Bətində əhatə edən şey ən nədir? Qəlbdir, qəlb. Yəni, bətin içdir də, elədim? Ən böyük qəlbdir, qəlb. Deyir ki, ənə fil cəsədi muduğa. Ələ və inə fil cəsədi muduğa. İdə saluhət, salahul cəsədi qulluq. Deməli, qəlbin Allahın isim və sifətlərini, Asəl, isim və sifətləri tədəbbür etmək nə edir? Allahın məhəbbətini gərəkdirir. 6-cı müşahədəti birrihi. Allahu akbar. Və ihsanihi və aləihi və ni'amihi el-batinə və zahirə. Fə innəhə da'iyyətun ilə məhəbbəti. Deyir ki, Allahın sənə olan xeyirlərini müşahidə etmək. Allahın sənə olan ihsanını, neymətini, zahiri və batini neymətləri düşünmək. Dinən, məndə hansı neymətlər var, zahiri və batini. Bir dəfə, subhanallah, bir dəfə oturmuşam. Bir dənə qardaş var. Qardaş milyonları var bəlkə. Yəni, elə bir qardaşdır. Oturmuşuq bir dənə bizi dəvət edib bir yerə. Təsəvvür elə, biz yemək yiyən arada gördüm ki, onun, bilmirdim birinci, elə görmüşdüm onu. Yəni, qardaşla əvvəl oturmuşuq eləmişik. Deməli, bilmirdim ki, onun sağ əli yaxşı işləmir, sol əli. Bir bu yemək yiyəndə gördüm ki, əli şikəst kimidir. Yəni, əli işləmir də, belə qəribə eləyir əlini. Dedim, birdən nə yadıma düşdü? Dedim, ya Rabbim, sənin mənə verdiyin sağlamlıq bunun milyonlarından xeyirlidir. Subhanallah. Həqiqətən, bəlkə fikir versən, orada mənə sağlamlığa, dedim, mən istəmərəm elə milyonu da, yəni, fikir versən, o milyon var, həqiqətən bilirəm ki, milyonu var. Milyondan çox pulları var. Həqiqətən tanıyanda, insanı tanıyıram, tanış olmuşuq, özü də danışıb bəzi şeylər. Subhanallah lazım. Həqiqətən insanda elə neymətlər var ki, görsən, milyonlar heç nədir. Ona görə həmişə insan Allahın neymətini xatırlayanda insan xoşbəxt olur. Və xoşbəxtlik nəyə bağlıdır? Bir dənə cümlədir xoşbəxtçilik. Kim deyər? Olan şeyləri həmişə olmayan şeylərin üstünə qoymaq. O təbii tohid, o öz yəni. Tohid olanda belə olur da adam. Prosto bir dənə cümlədir, bax, xoşbəxtçilik. İnsanlar əksəriyyəti bu xoşbəxtçiliyə məhrumdur. Nə qədər isti pulu olsun insan, nə isti sağlamlığı olsun, nə qədər isti zövcələri olsun, nə qədər isti övladları olsun, nə qədər maşınlar, o birisi, bu birisi. Bu cümləni bilməsə xoşbəxt olmayacaq. İnsan olmayan şeyləri, olan şeylərin üstünə qoysa bədbəxtdir. Olan şeyləri, olmayan şeylərin üstünə qapadısa, çünki məndə nələr var? Və əmmə bi ni'məti rabbikə fəhəddis. Sənin Rəbbinin sənə olan nemətindən söhbət aç. Nələrim var mənim? Mənim varlarım var, nələrim var? O varlara bax, xoşbəxt olur. Bayaq görürsünüz, o misal çəkdir. O insanın milyonu var, amma əl normal işləmir. Subhanallah lazım. Yəni Allah haqqı həqiqətən. Şeyx ona milyonu verir, əli işləyəcək. Deyər ki, verim bəlkə. Həqiqətən bəlkə verər. Bəlkə subhanallah lazım. Axtarmamış olmaz da.
Yəni subhanallah. Amma mən deyim o insan Allaha elə ibadət edən adamdır yəni. Milyonuna baxmayaraq Səid qardaş. Subhanallah. Sübh namazının yəni zikirlər, sübhün yəni səhər axşam zikirlərini etmədən sübh qılıb durmur ayağa. Elə adamdır subhanallah. Yəni rejimlə gedən adamdır baxırsan yəni. Ona bir yerdə oldum rejimlə subhanallah. Namaz qılır, namazdan sonra zikirlər, bütün zikirləri qutarır, sonra ayağa durur. Milyonu var baxırsan. Yəni bizim daha çox ehtiyacımız var da belə götürəndə dünyavi cəhətdən, ehtiyac cəhətdən olmuş. Amma baxırsan ki, o özünü Allaha daha çox möhtac edir, hiss edir baxırsan. Subhanallah yazır. Deyir ki, 7-ci bu daha qəribəsidir. Yəni İbn Qeym rahimehullah deyir ki, buna diqqət eləsən Allahın ən çox məhəbbətini qazandıran şey budur deyir. Deyir ki, və huve min a'cabiha deyir. Ən əcayibidir bu deyir. Deyir inkisarul qalb bi kulliyyatihi beynə yedeyhi. Deyir ki, qəlbi bütünlüklə Allahın qarşısında sındırmaq. Subhanallah. Gör nə deyib yəni. Yəni belə götürəndə burada balaca bir cümlə var, adama çatmır. Amma həqiqətən qəlb Allahın qarşısında polnu sınanda, yəni axıra kimi. Bi kulli. Bu bilsiz nədir? Yəni Allah nə deyib, Rasul nə deyib, tərəddüd etmədən qəbul etmək. Sıddıqlikdir bu. Yəni tərəddüd etmədən qəbul etmək. Nəsihət, Quran sünnənin nəsihət gəlir. Deməsən, hələ mən hazır deyiləm, o söhbət ola bilməz. Bütünlüklə Allaha təslim olmaq. Bu Allahın məhəbbətini qazanır. Bu sıddıqlarda olur. Yəni Allah bizə nəsib eləsin. Allah Rasulü istədiyi şeydən önə çəkir. O keçdi. Hər şeydən önə çəkir. Ufuk var idi də, Allah və Rasulunun muradını daha önə. Ümumidə idi. Burada yəni bu daha ümumidir. Bu daha ümumi. Yəni qəlbi hər şeydə. Məsəl üçün bax, keçən dəfə şeyxlərin biri danışır, Şeyx Raslan Hafizahullah. Deyir ki, ana ataya itaət deyir. Var diqqətli ol. Deyir, ana ataya itaət sevdiyin şeylərdə olmur deyir. Sevdiyin şeylərdə nə var ki, ana itaət olmur. Sonra nə deyir? Deyir ki, misal üçün ana sənə deyir ki, ol, ikinci zövcən al, sən baş üstə ana. Başarısın, yaxşı ana. Nə gözəl itaətdir bu. Başarısın, ikinci zövcə deyir, al sənə. Başarısın. Və yaxud da evlən deyir, mən baş üstə. Bu itaətə söhbət getmir, deyir. Ana ataya deyir, onlar əmr edir, onlar nəsə edir, səndən razı deyil, sənin xoşuna gəlmir. O şeydə əsas bilinir itaət. Onda sən valideynə itaət edənsən, yəni orada çıxır ortaya. Baxsa nə var ki, çörək alırsan, o birisini edirsən, onlar itaətdir, sağ ol. Amma əsas o nəfsin razı olmayan vaxtı, o bu keçdi, İnnə qələbətil hava. Hava deyir, qalib gələn vaxtı, sən bunu istəyirsən, ailən bunu istəyir, ana ata bunu istəyirəm. O nəyə görə o mağaraya düşən 3 nəfərdən biri o uşaqları onun ətəyindən sallandı, dedi ki, ata biz acıq, acından ölürük, o südü bizə ver. Amma ana atası ac idi, ana atasının başının üstündə axıra gəldi, hətta gördü yatıblar. Demədi ki, əşmunsuz da yatıblar, qoy uşaqlara yazıq etsinlər. Durana Allah təvəkkül, yəni bir şey ayaq üstə gözləyir, yanında oturub gözləyir ayaqda. Hətta onlar durana qədər belə gözləyir. Ki o dursun, demiş ki, anam al. Subhanallah lazım. Uşağına verməyib. Amma ki, uşağın sevgisi fitrətdə daha çox olur. Görürsən? Ona görə Allah Taala o keçmiş ümmətin insanı olub. Ümmətlərdən kimisən də Allah. Allah Taala bizə zikr etdirir onu. Bu məclisdə onu zikr edir. Görürsən, hamısı havaya qarşı olan əməllər olur. Görürsən? Kim bacarar? Təsərrüfatdır 10 dənə qoyun verirlər sənə. Yüzlərlə qoyun əziyyət çəkib edirsən, sonra hamısını götürüb birini belə saxlamır. Deyirsən ki, Allahım ixlaslıyamsa məndən qəbul. Yəni o verməyə bilər də, o müqabilini verə bilərdi də. Həm də orada bir dənə şey var. Deyir ki, bu götürüb gedib, bunu təşəkkür edir. Təşəkkür edirəm. Bu deyib ki, yəni birini saxlama deyir. Deyir ki, ey Rəbbim, mən ixlaslı olmuşamsa orada. Sən qəbul et. Deməli, həqiqətən orada ixlaslı olub o. Fikir versənmi? Çünki daş açılır axı, başa düşdün necə? Daş açılır. Yəni Allah Taala deyir ki, sən orada ixlaslı olubsan. Kobudluq elədi, o şikayətib şeylər. Fikir versən. Dəhşətdir bu. Elə belə şeylər. 8-ci bu da çox dəhşətdir. Allah bizə nəsib eləsin bunu. Ya Rəbb, Allah bizi bundan heç çox ayırmasın. Yəni deyir ki, əl-xalvatu bihi vaqtan nuzulil ilahi.
Allah nazil olan vaxt Allahla tək-tək qalmaq. Limunacatihi, Allaha dua etmək, münacət etmək, yalvarmaq. Və tilavəti kəlamihi, həmin vaxt Allahın kəlamını oxumaq. Və l-vuquf bil-qalbi, ki, qəlbinlə Allahın qarşısında dayanmaq. Və təəddubi bi ədəbil ubudiyyəti beynə yədeyhi, ki, Allaha deyir, ibadət ədəbi ilə qarşısında dayanmaq. Yəni, bax, bu ibadət ədəbi, yazınıza gəlsə bizim Minhəcül Qasidində götürmüşdük sələflərdən ki, hansı ki, onlar namazda sanki divarın bir hissəsi kimi olardılar. Bu, təəddüb mə Allah bi ədəbil ubudiyyət. Ubudiyyət ədəbi ilə Allahın qarşısına dayanmaq. Necə ki, bəziləri səcdə edərdi, sanki deyir, quşlar belinə qonardı. Yəni, tərpənməzdi, yəni, heç nə etməzdi. Yəni. Görürsən, əşya kimi. Görürsən, gör. Sonra deyir, sümmə xatmi zəlik bil istiğfar və tövbə. Sonra deyir, bu ibadətləri axırda tövbə ilə istiğfarla bitirmək. Allahu akbar, Allahu akbar. Nə qədər biz məhrumuq. Deyir ki, Ət-Təsi 9-cu Mücələsətul Muhibbin-i Sadiqin. Deyir ki, sadiq, yəni sevimli, sadiq insanlarla oturub durmaq, yəni salihlərlə oturub durmaq. Və iltiqat atayib səmarat kələmihim. Deyir, onların gözəl kəlmələrin ən gözəl tayyib yerlərini iltiqat tapmaq, götürmək, seçmək. Yəni, maqqaşla götürmək kimi də. Yəni, ən gözəl yerlərini götürürsən və sonra sən onları özün də istifadə edirsən sənə. Kəmə təntəqi atayib səmar. Necə ki, sən deyir, bir ağaca gələndə ən gözəl meyvələri necə götürürsən? Ya, onlardan da deyən, meyvələr hamısı meyvədir, amma ən gözəllərini adam daha meyil olur. Burada deyir, ən gözəlləri götür, yəni faydalan. Və lə tətəkəlləm ilə izə tərəccəhət maslahatul kələm. Deyir ki, onlarla oturanda deyir, birdən danışmaq məsləhəti olmasa danışma. Və alimtə ənə fihi məzidən bihəlik. Ya bil ki, əgər məsləhət olmayıb danışırsansa, bil ki, o sənin həlakıva, yəni əlavə bir artımdır. Və mənfəətən li qeyrik. Həmçinin başqasına verdiyin mənfəətdir. 10-cu mübəəd, bu da axırıncıdır. Mübəədətu kulli səbəbin yəhulu beynəl qalb və beynəllah. Hər sənin qəlbinlə Allahın arasına girən şeydən uzaq durmaq. Yəni, o şey ki, sənin qəlbinə təsir edir, o şeylərdən uzaq durmaq. Tutaq ki, hansısa nəyisə yada salanda sən qəzəblənirsən. Kimisə, elə insanlar var, subhanallah, kimisə yadına salır, qəzəblənir ki, yəni, filan vaxtı mən ona niyə acılamadım, filan vaxtı mən ona niyə yəni, filan vaxtı mən ona niyə cavabını vermədim, belə başqa şey. Yəni, əgər belə şeylər səni yadvarsa, sən Allahdan uzaq salırsa, yəni, uzaq dur bu şeylərdən. Sənlə Rəbbin arasına. 10-cu odur ki, mübəədətu kulli səbəbin yuhulu beynəl qalb və beynəllah. Qəlbin, sənin qəlbinlə Allah arasına girən hər səbəbdən uzaq durmaq. Deyir ki, bununla, yəni Allahı sevənlər, yəni məhəbbət mənzilətinə çata bilərlər. Bunu İbn Qayyim rahimehullah harda deyir? Mədaric-i Salikində. 1-ci mücəlləd 381-383-cü səhifələr. Allah bir daha doğrusu subhanəkəllahum həmdik. Şəhadu an la ilahe illə əntə əstəğfiruka.